Əgər bu il 11-ci sinifə keçirsənsə, bu video sənin üçündür. Çünki 11-ci sinif sadəcə məktəbi bitirdiyimiz il yox, qəbul imtahanına hazırlaşdığımız ən vacib dövrdür. Mən də bu prosesi keçmişəm və bu videoda sizə motivasiyalı ol, çox çalış tipli klassik məsləhətlər verməyəcəm, həqiqətən işə yarayan 10 dənə çox önəmli məsləhət verəcəm. Elə isə getdik. Dostlar, hər birinizə salam, kanalıma, videoma xoş gəldiniz. Mən Mikail. Bugün yenə kamera qarşısına keçməyimin səbəbi sizlər üçün faydalı məsləhətlər verməkdir. Ümidvaram ki, videodan razı qalacaqsınız. Elə isə getdik. Birinci məsləhətdən başlayaq. Birinci məsləhətim odur ki, qətiyyən panikaya düşməyin. Niyə? Bəzi şagirdlər var ki, 11-ci sinifdir və düşünür ki, 11-ci sinifə qədər artıq hər şeyi öyrənməli idi, hər bir mövzunu bitirməli idi, 11-ci sinifdə sadəcə sınaq yazmalı idi. Elə şagirdlər var. Qətiyyən əleyhinə deyiləm. Amma 11-ci sinifdən də hazırlaşıb yaxşı nəticə yığan şagirdlər çox olub və olacaq. Yəni, sizin çox boşluğunuz varsa, qətiyyən keyfinizi pozmayın. Qabağınızda 6-7 ay vardır. Bu qədər zaman ərzində siz əlbəttə nəticənizi qaldırıb, yaxşı yerlərə gələ bilərsiniz. Yəni, keyf pozmağa dəyməz. Panikadan uzaq durun. İkinci məsləhətim isə öz səviyyənizi bilməyinizdir. Nə deməyə çalışıram? Siz hər bir fəndən öz səviyyənizi bilin ki, mənim bu fəndə səviyyəm nə yerdədir, nə qədər yaxşı bilirəm, boşluğum çoxdurmu, yoxsa bildiyim şey çoxdur. Bunu dəqiqləşdirin. Bunu niyə dəqiqləşdirməlisiniz? Vaxt bölgüsü üçün. Məsələn, belə deyim, Azərbaycan dilindən siz 80% bilirsiniz, 20% boşluğunuz vardır və deyirsiniz ki, 6-7 ayda tamamilə bərpa edə bilərəm. Amma gündə neçə saat çalışaraq? Bunu artıq siz məsələn deməlisiniz ki, səviyyəm yaxşıdır. Tutaq ki, 2 saat Azərbaycan dilinə ayırıram, elə bil ki, hər hazırlıqdan əvvəl. Məsəl üçün deyirəm. Amma gəlin keçək riyaziyyata. Riyaziyyatdan 30% biliyiniz vardı, 70% boşluğunuz vardı. İndi siz burada artıq avtomatik olaraq riyaziyyata 2 saat ayıra bilməlisiniz Azərbaycan dili kimi. 3-4 saat ayırmalısınız hər dəfə məşğul olanda. Yəni bunu deməyə çalışıram ki, öz səviyyənizi bilsəz, nə oxumalı olduğunuzu, neçə saat, nə qədər oxumalı olduğunuzu onsuz da özünüz görəcəksiniz. Üçüncü məsləhətimdə hər gün eyni saat qədər oxumağa çalışmayın. Yəni bir gün ola bilər ki, 5-6 saat oxuyarsan, bir gün də olar ki, heç nə oxuya bilmərsən. Bu səni motivasiyadan və yaxud dərs oxumaqdan geri salmamalıdır. Ola bilər, məndə də elə olurdu. Hətta buraxılış videoma baxmısınızsa, orada görərsiniz, demişdim ki, mən də bəzən elə olurdu ki, dərs oxumurdum. 1 gün, 2 gün, maksimum 3 gün heç nə eləmirdim. Məni rahatladacaq, xoşuma gələn şeylər eləyirdim. Bunu eləməyimin səbəbi də biraz dərslərdən uzaq qalıb özümə vaxt ayırırdım. Motivasiyam da qalxırdı. Həm də fiziki və mənəvi cəhətdən düzəldiyim üçün, biraz toparlandığım üçün dərslərdə daha yaxşı nəticə göstərirdim. Yəni mütləq deməyin ki, mən hər gün ən az 5 saat dərs oxuyacağam, onu edəcəm, bunu edəcəm. Yəni onsuz da 1 ay, 2 ay əməl edə bilərsiniz. Əmin olun ki, o 3-cü ayda o zəncir qırılacaq. Yəni onu deməyə çalışıram ki, sistemli çalışın, düzgün çalışın, amma gördünüz ki, olmur, özünüzə mütləq istirahət ayırın. Gəldik 4-cü məsləhətə. 4-cü məsləhətim odur ki, sınaq nəticələrinizə görə qətiyyən özünüzü qiymətləndirməyin. Mən savadlıyam, mən savadsızam, imtahanı yaza biləcəm, yaza bilməyəcəm. Qətiyyən bu düşüncələrə qapılmayın. Yəni mənim bu 11-ci sinifdə 250 yığdığım imtahan da olub, 285, 290 yığdığım imtahan da olub. Mənim axır nəticəm gəldi nə oldu? 282.1. Yəni onu deməyə çalışıram ki, ola bilər bir imtahan çətin olar, mən pis yazarım. Bu demək deyil ki, mən zəifəm. Və yaxud bir imtahan gözlədiyimdən qat-qat asan olar, 290-300 yığaram, nə olsun, əsas odur buraxılışda yazdım mı? Yox. Yəni onu deməyə çalışıram ki, nəticəniz çox yüksəkdirsə, ona da arxalanmayın, çox aşağıdırsa, ona da, necə deyim, həvəsdən düşməyin. Çünki bəli, sınaq işləmək çox vacibdir. Siz çünki çoxlu tip sualda görürsünüz, məşq edirsiniz, amma ki, qətiyyən özünüzü yargılamayın ki, mən heç nə bilmirəm, mən yaza bilməyəcəm, buraxılışda da, blokda da bu cür nəticələr əldə edəcəm, istədiyim nəticəni yığa bilməyəcəm. Yəni hələ yolun başındasınız. Niyə də özünüzü narahat edəsiniz, motivasiyadan düşəsiniz, dərs oxumaqdan qalasınız. Əksinə, gördünüz ki, sınaq nəticələriniz gözlədiyinizdən azdır, deyin ki, mən qaldıracam, mən bacaracam, bu qədər. Gördünüz ki, gözlədiyinizdən çoxdur, qətiyyən deməyin ki, hə, mən buraxılışı bloku partladacam, deyin ki, əla, belə qalmalıyam, hətta üstümə qoymalıyam, biraz maksimuma çatmalıyam. Şəxsən mənim özümün neçə dənə dostum dedi ki, bu nəticə mənə bəsdir, mən bu qədərini yığsam məni görər. Hətta bir ara mən də deyirdim ki, 272 keçim bəsimdir, amma sonradan bu sözü yığışdırdım, orası ayrı məsələ. Yəni qətiyyən nəticəniz yüksəkdirsə də arxalanmayın, zəifdirsə də ümidsizliyə qapılmayın.
son həftəyə qədər, hətta son günə qədər siz nəticənizi qaldıra bilərsiniz. Belə düşünün və sabah imtahanmış kimi hazırlaşın. 5-ci məsləhət çox önəmli məsləhətdir. Mütləq yerinə yetirməlisiniz. Hətta hansı mövzudan boşluğunuz varsa, yəni sizin üçün ən faydalı yoldur bunu eləmək. Nədir? Təbii ki də səhv analizi eləmək və səhv dəftər tutmaq. Mənim özümün də demək olar ki, hər fəndən səhv dəftərim var idi və yaxud testini elə üstünlük eləyirdim, qeyd eləyirdim. Sonradan təbii ki də bunlara bir ay müddətindən geri qayıdırdım, baxırdım və yaxud imtahandan əvvəl bir həftə ərzində baxırdım. Çox faydalı bir şeydir. Çünki müəllim izah eləyirdi, xüsusən də riyaziyyat və fizikada. İzah eləyirdi, gedirdim evə, gördüm ki, yaza bilmirəm və qeyddə tutmamışam ki, baxım, yəni o elə itib batırdı da. Amma sonradan səhv dəftər tutmağa başlayandan sonra gəlirdim evə, özüm yazmağa cəhd göstərirdim. Yaza bilsəm nə xoş, yazammasam da səhv dəftərimə baxırdım, tam olaraq mənimsəyirdim. İmtahanın əvvəl də belə elədim və çox da xeyrini gördüm. Çünki sual tipləri çox önəmlidir. Xüsusən də riyaziyyat kimi, fizika kimi dəqiq fənlərdə. Lap ingilis dili, Azərbaycan dili olsun, onlarda da incə nüanslar çoxdur bildiyiniz kimi. Nə deməyə çalışıram? Əslində siz o səhvlərinizi yazırsınız, eyni zamanda qayda da öyrənirsiniz, nəzəriyyə də öyrənirsiniz. Yeni bir baxış bucağı əldə edirsiniz və bu da çox önəmlidir. Yəni qətiyyən 5-ci addımı keçməyin, sonradan peşman olarsınız. 6-cı addım mənim də çox elədiyim 11-ci sinifə kimi 11-ci sinifə dayandırdım. Hansıdır? Özünü başqaları ilə müqayisə etmə. Ən böyük səhvdir. Yəni biri məndən aşağı yığıb mənə nə, biri məndən yuxarı yığıb yenə mənə nə. Başa düşürəm, ətrafımız, qohumlarımız, hətta valideynlərimiz, filan kəsin uşağı filan nəticəni yığdı, o bunu elədi. Bir müddətdən sonra əmin olun ki, necə deyim, özünüz vecinizə almasanız, nə həmin şəxslər sizə bir şey deyəcək, nə də özünüz düşünəcəksiniz. Yəni vecinizə almayın, düşünməyin. Bu qədər sadə. Əslində mən də elə bilirdim ki, bundan qurtulmaq çox çətindir, amma heç də çətin deyil. Dediyim kimi, çox asan şəkildə qurtula bilərsiniz. Sadəcə bir dənə sual verin. Mənə nə? Yəni çox toplayıbsa mənim üçün toplamayıb, az toplayıbsa, yəni özünün günahıdır. Yəni nə edə bilərəm ki? Bunu deyin sadəcə. Bu qədər. Gəldik 7-ci addıma, yenə çox önəmli bir addımdır hazırlıq prosesində. Təbii ki də müəllim seçimi. Müəllim seçimini ciddi elə, qətiyyən öz axarına buraxma ki, nə olur olsun müəllimdir, gedəcəm, oxuyacam. Elə bir şey yoxdur. Lazım olsa 4, 5, 10 dəfə dəyiş müəllimini, yəni heç bir problem yoxdur. Hər ay bir müəllimə get, hər həftə bir müəllimə get, nə olacaq? Hər müəllimin sınaq dərsinə qoşul. Bax gör hansının dilini anlayırsan, hansını başa düşürsən, sənə hansı uyğundur. Əsas budur. Yəni sən o müəllimin dilini başa düşməyəndən sonra o müəllim ölkədəki ən yüksək nəticəyə malik müəllim olsun. Və problem müəllimdə də deyil, normal bir haldır. Hamını başa düşmür ki, gündəlik həyatda. Yəni hər bir şagird də hər bir müəllimi başa düşə bilməz. Onsuz da onun üçün sınaq dərsləri vardı da. Qoşulursunuz, yoxluyursunuz, bəyənmədiniz digərinə. Yüzlərlə müəllim vardı. Əlbəttə birisi də uyğun olacaq. 8-ci addım telefon məsələsi. Dostlar, telefonu tamamilə düşmənin salına gətirməyin. Deyirik, imtahana hazırlaşım, telefonu əlimi vurmayacam, heç vaxt telefonla məşğul olmayacam. Yəni olmur. Olanlar da ki, çox nadir, nə deyim, Allah vergisi şəxslərdir ki, onların telefona marağı olmur, YouTube-a, Instagram-a, TikTok-a marağı olmasın. Yəni mümkün deyil. Mən hər bir sosial medianı işlətmişəm, məşğul olmuşam, amma qədərində, yəni dərsim ilə telefonu ayırmağı bacarmışam. Düzdür, yeri gəlib ki, mən də dozanı aşmışam, amma geri toparlaya bilmişəm. Əsas budur. Yəni siz də məsələn telefondan istifadə etməlisiniz məncə. Çünki YouTube deyə bir şey vardı da. Yəni şagird üçün ən mühüm şeydir YouTube. Daha sonra Telegram çox mühümdür. Ara sıra insan əylənməlidir də. Instagrama da girməlidir. Yəni mən hər zaman bunu demişəm ki, mən abituriyentəmsə, eyni zamanda bir insanam. Əylənməyə də vaxt ayıracam. Demirəm yəni gedin gündə 5 saat Instagrama, 5 saat TikToka baxın, 5 saat YouTube Shorts-a baxın, ekran sürəniz olsun 12-13 saat. Belə şeylər demirəm. Yəni mən özüm də gündəlik yəni telefonu elə də az istifadə edən bir şəxs olmamışam. Onsuz da onlayn hazırlıqlara getmişəm. Biraz oradan telefona, necə deyim, ekran sürəmə yazılıb. Biraz da sosial mediaya baxmışam. Yəni olmalı şeylərdir deyə düşünürəm. 9-cu addım istirahəti unutmayın dostlar. İstirahət də önəmlidir. Nə mənada? Məktəbdən gəldiniz, qaça-qaça getdiniz hazırlığa, qaça-qaça gəldiniz evə başladınız oxumağa. Əmin olun ki, yəni beyin yorulur. Sizin bəlkə də fiziki olaraq yorulmursunuz, bir şey deyə bilmərəm, amma beyin yorulur. Yəni heç olmasa aralarda yarım saatlıq, 1 saatlıq fasilələr verin. Yatın, nə bilim axı, yemək yeyin, çay için, hava alın. Yəni mütləq özünüzə ara sıra o istirahəti verin. Həm fokuslanmağınıza yaxşı təsir göstərəcək, həm də ki, bədəndir, beyindir, yorulur, istirahətə ehtiyacı vardır.
Və gəldik 10-cu məsləhətə. Hər şey üçün son ayı gözləmə. Yəni demək ki, 6 ayım vardı. Bu mövzunu atım ən axırda oxuyaram. Bu testi ən axırda yazaram. Belə şeylər eləməyin qətiyyən. Çox, yəni səhv eləmiş olarsınız. Zəifliklərinizin üstünə indidən düşün. Mütləq ciddi məşğul olun. Son ay onsuz da o qədər başınız məşğul olacaq ki, nə bilim axı, müəllimlər əlavə çağıracaq, ancaq sınaq işləyəcəksiniz. Yəni heç sizin o zəif olduğunuz mövzularla məşğul olmağa vaxtınız qalmayacaq. Əslində indi fürsət sizin əlinizdədir ki, indi məşğul olun, aradan qaldırın zəiflikləri, sonra heç bir problem yaşamayın. Və sonda onu deyə bilərəm ki, 11-ci sinif olmaq həqiqətən çətindir. Yorulacaqsınız, bəzən deyərsiniz ki, mən bacara bilmirəm, dərsdən düşəcəksiniz, bacarmayacağınızı düşünəcəksiniz. Əmin olun ki, hər şey gəlib keçici olduğu kimi, bütün bunlar da gəlib keçicidir. Sadəcə qorxaraq yox, özünüzə inanmış şəkildə, disiplinli şəkildə məşğul olun və inanın ki, ilin axırında hər şey gözəl olacaq. Ürəyinizi rahat saxlayın. Ən əsası budur. Deməli dostlar, bu videomuzun da sonuna gəldik, çatdıq. Ümidvaram ki, razı qaldınız. Sonraki videolarda istədiyiniz hər hansı bir mövzu varsa mütləq bildirin. Kanalıma abunə olmağı, videomu bəyənib paylaşmağı unutmayın. Rəylərdə dəstəyinizi gözləyirəm. Sağ olun, hələlik.